Büyüklər şeir əzbərləyəndə. Hə, nə idi? Deməli, el bilir ki, sən mənimsən. Yurdum, yuvam. Yurdum, yuvam. Hə, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı? Ayrılar mı? Olmadı da. Olmadı da qaqa, belə olmur. Olmur. Oxuyamıram. Bu nədir? Bu nə şeirdir? İstəmirəm də. Yəni, bax bu şeiri... Alo. Ay qaqa, şeir əzbərlədin sən. Ay, mən evdə deyiblər ki, şeiri əzbərləyəmirəm, nə olur, mən neyniyim? Mən neyniyim qaqa, əzbərləyəmirəm sənə. Hə, oldu, davay. Yaxşı, yaxşı. Gəlirəm ona sizə. Deyəcəm, gəlirəm şeir əzbərləməyə, gedirəm onlara şeir əzbərləməyə. Onu girədik də. Yaxşı, yaxşı, davay, davay. Deməli, məskənimsən, anam doğma vətənimsən. Hə. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Söh, bildim. Ay, beyin, kəllə, işləyir də. Zəkidir də bu uşaq. Zəki, zəki, işləyir də, işləyir. İşləyir. Bax, düzən sən oxumaq da istəyirəm. Oxumamaq da istəyirəm. Amma oxumayacam. Kəbəsim yoxdur. Mən bir şeiri uzağa başı çalsam da dərsdən. Alo. Qaqa, çıxaq şəhərə görüşək. Əzbərləməmişəm şeiri zadə. Sabah imtihanı yola verəcəm bir şeylə. Hə, uzağı başı nə bilim. Başqa şeir bir dənə özümdən uydurarım deyərəm də. Güvəkin derim. Hə, söz çıxıram şəhərə. Evdəşlər də demişəm, bilirəm şeiri. Söz yalanı. Hə, oldu, davay çıxıram. Yer kürəsi hava təbəqəsi ilə əhatə olunmasaydı, onda bir sutka ərzində Allah de, qoyun dərsimizi oxuyaq da. Hə? Hə? Nə şeydir? Allah, mən mətn əzbərləyirəm. Ay, yox, şeir zadı yox, qaqa, sabah imtihandır, bunu indi deyirlər. Belə də ki, kimdir ki, müəllimə? İnsandır o da. Elə oxumaqla vapşi varı olursansa, müəllimlərin Ferrarisi hanı? Hanı müəllimlərin Ferrarisi? Oxuyublar da müəllimdilər. Hanı bunların Ferrarisi? Hanı bunların Ferrarisi? Oxumuram. Həyat mənim deyil, mən yaşamıram, oxumuram. Hə, çək.